Bu günlərim Temuda endirim kodlarını necə əldə edə bilərik? Bunun haqqında danışacağam. Bir çox insanlar mənə Instagram və digər sosial media üzərindən SMS-lər göndərdilər ki, Əli bəy, biz Temudan endirim kodları əldə edə bilmirik və bunun haqqında ya videomu çəkin, ya bizə köməkliyimi göstərin. Dəyərli izləyicilər, bu video vasitəsilə siz Temudan məhsul almamışdan öncə necə endirim kodu əldə edə bilərsiniz? Bunun haqqında danışacağam və inanıram ki, hər biriniz üçün faydalı və maraqlı bir video olacaqdır. Dəyərli izləyicilər, əgər hələ də kanalıma abunə deyilsinizsə, bir saniyənizi ayırıb aşağıdan kanalıma abunə olmağı, videonu bəyənməyi və bu haqqda məlumatı olmayan dostlarınız varsa, videonun linkini aşağıdan kopyalayıb onlarla da bölüşməyi unutmayın. İndi isə çox vaxtınızı almıram, keçək videoya. Dostlar, bu video vasitəsilə rahat bir şəkildə Temudan endirim kodlarını necə əldə edə bilərik, bunu öyrənəcəksiniz. Mütləq və mütləq videonun sonu kimi izləyin. Dəyərli dostlar, ilk öncə kodu əldə etməyin bir neçə yolu mövcuddur ki, bunlardan birincisi biz ilk öncə müştəri xidmətləri ilə əlaqə saxlamalıyıq. Bunun üçün ortada adam işarəsi var. Yəni siz bölməsinə daxil oluruq. Daha sonra yuxarıda sağ tərəfdə naushnik işarəsinə klik edib, daha sonra açılan bölmədə aşağı düşüb bizə ulaşım bölməsinə daxil oluruq. Burada biz müştəri xidmətləri ilə əlaqə saxlayacağıq. Əlaqə saxlamaq üçün salam yazmalıyıq. Daha sonra isə hər hansı bir problem yaşadığımız qeyd olunacaq və biz orada fonlarla bağlı problem yaşadığımızı bildirəcəyik və daha sonra canlı agentlə əlaqə saxlayacağıq. Daha sonra yazışma yerinə biz yazacağıq ki, canlı dəstəyə bağla və daha sonra gözləyirik. Buradan hər hansı bir sifarişimizi də seçə bilərik. Sifarişi seçdikdən sonra operatora bağla yazırıq. Əgər yenə mövcud olmasa, biz başqa bir şey edəcəyik. Problemim var, operatora bağla deyirik. Bağla deyirik də yazırdım. Var operatora bağla, canlı dəstək. Aha, gördüyünüz kimi bir neçə dəfə operatora bağla, canlı dəstəyə bağla yazdıqdan sonra artıq bağlandı. Cansu Korkmazla söhbət edəcək. Salam, hər vaxtınız xeyir. Xeyir. Mənə endirim kodu təqdim edə bilərsiniz. Edə bilərsiniz. Zəhmət olmasa. Belə yazırıq və daha sonra gözləyirik. Dəyərli izləyicilər, Temunun canlı dəstəyi hal-hazırda bizə yazdı və yazışmaların xülasəsini göstərim mən sizə. Təqdim edə bilərsiniz endirim kodu demişdik biz ən sonuncu. Onların bizə cavabı belə oldu ki, sizin üçün yəni biz yoxlanış edəcəyik, daha sonra geri dönüş edəcəyik 5 dəqiqə ərzində. Mən də yazmışam oldu. Daha sonra baxın 5 manat üzəri sifarişlər üçün 5 manat endirim bonumuzu aktivləşdirdilər bizim üçün. Daha sonra burada deməli 300 manatlıq sifariş verəcəksə, əgər 100 manatlıq endirim gəldi, 200 manatlıq endirimimizə 60 manat endirim gəldi, 160 manatlıq sifarişlərimiz üçün 40 manat, 200 manatlıq sifarişlərimiz üçün 50 manat və ən aşağıda 6 manat yuxarı sifarişlər üçün nə bilim 6 manat, belə 7 manat sifariş üçün 7, 90-a 20, nə bilim baxın 40 manatdan yuxarı sifarişlərə isə 10 manatlıq endirim göndərdilər sağ olsunlar və cavab olaraq yazırıq ki, təşəkkür edirəm. Aha, indi bu kuponların həqiqətən aktiv olub olmadığını necə yoxlaya bilərik? Birinci variantımız budur ki, siz bölməsinə qayıtdıqdan sonra kuponlar və təkliflər bölməsi var, hansı ki burada. Bura daxil olub aşağı düşdüyümüz zaman kuponlarımızın aktiv olub olmamasını buradan görə bilərik. Əgər kuponlarımız aktivdirsə, kullanılmamış bölməsinə düşür və burada aktiv bir şəkildə görünür və digər bir yoxlanış variantı isə biz səbətimizə məhsullar əlavə edəcəyik. Məsələn, burada qarşımıza çıxan hər hansı bir məhsul seçim edib sifarişimizi, səbətimizi daha doğrusu dolduracağıq. Daha sonra kuponumuzun aktiv olub olmamasını yoxlanış edəcəyik. Baxın, burada 26 manatdır toplamda və bizə 7 manat endirim təqdim elədi. Mən sifarişimin sayını artıracağam. Buradan edəcəm miqdarı 1 ədəddir. Başqa bir sifariş əlavə edim. Məsələn, 13 manata bu. Daha sonra 25 manata bu. Yəni təsadüf olaraqdan əlavə edirəm. Sadəcə yoxlanış məqsədi ilə. Aha, gördüyünüz kimi hal-hazırda bizdən deməli məhsulların ümumi 10 manat endirim etdilər və sınırlı süreli indirim isə Temunun öz kuponlardan əlavə etdiyi endirimdir. Yəni ki, ümumilikdə bizə 38 manat endirim olunub və burada kredim də var mənim, hansı ki, o kreditim də çıxılıb 63 manat dəyərində bir məbləğ edib. Daha sonra buradan
Məsələn bunu götürsək, yerdə ümumilikdə deməli 64 manat edir və 64 manat ümumi məbləğə 10 manat endirim edildi yenə. Daha sonra biz səbətimizi doldura baxın belə yoxlanış edə bilərik ki, bizə nə qədər endirimlər edə biləcək. Və endirim kodu almağın digər bir yolu hansıdır? Mən sizə onu göstərəcəm. Burada kuponlar və təkliflər yerinə gələndə sizə özəl təkliflər bölməsi var burada. Parmalatdan ücretsiz hədiyyə və yuxarısında gördüyünüz kimi 400 manat kupon paketi var. Buna bir dəfə al deyirik. Al dedikdən sonra çarx fırlamaq çıxacaq qarşımıza və biz bu çarxı fırlayıb gözləyəcəyik. Aha, gördüyünüz kimi bir dənə də şans verdi və bu çarxı fırladıb 400 manat olmasını gözləyəcəyik. 400 manat olduqdan sonra həmən al deyirik və deyir ki, 400 manat əldə etmək üçün bir dənə məhsul almalısınız. Daha sonra isə deyir ki, 400 manatdan sizin endirim kuponunuzu 500 manata qaldırırıq və bunun üçün də bir dənə çarx fırlamalısınız və gördüyünüz kimi çarxı fırladıq, əlavə 100 manat da endirim verdi bizə. Nəzərinizə çatdırım ki, burada yazılan 500 manat endirim bu o demək deyil ki, səbətinizə 500 manatlıq məhsul yığasınız. Hə, sizə 500 manat endirim olacaq, yəni pulsuz alacaqsınız məhsulları. Xeyr, belə bir məntiq deyil. Sadəcə burada ümumi sizə ayrılmış bir məbləğdir, lakin o məbləği sizə şərt qoyur ki, atıram 50 manatlıq məhsul alanda sizə 10 manat endirim edəcəyik və həmin o 10 manat belə deyək bir dəqiqə. Deməli, həmin o 10 manat 500 manatın içindən çıxılacaq və məsələn 10 manat endirim edildikdən sonra qalacaq yerdə 490 manat və bu 490 manatla da yenə digər alış-veriş etdikcə endirimlər isə olunacaq. Yenə də o 490 manatdan çıxılacaq həmin məbləğlər endirim olaraq. Burada onayla deyəcəyik və daha sonra gözləyəcəyik. Onayla dedikdən sonra baxın, böyük ehtimal yenə bizə endirim kuponu tətbiq etmək üçün bir şans verəcək və ekstra bonus bəli dediyim kimi çıxdı burada və biz gözləyirik ki, yenə bu prosesləri bitirək və daha sonra davam edək. Gördüyünüz kimi 20 manatlıq əlavə yenə endirim bizə təqdim olundu və biraz bu bizi gecikdirir. Yəni sizə göstərmək istəyirəm ki, necə olacaq proses. Baxın, ödülü qazanmaq üçün 2 ürün al deyir. Biz sadəcə buradan istənilən bir məhsul seçə bilərik. Məsələn, burada adapterın kabelini qorumaq üçün belə deyək, başlıqlar mövcuddur. Həmçinin aşağı düşüb digər məhsullara da baxa bilərik və nəzərinizə çatdırım ki, minimum 2 məhsul alsaz, siz həmin endirim kuponunu əldə edə biləcəksiniz. Məsələn, burada 2 manata da kabro var. Məsələn, buradan iPhone 13 seçib səbətə əlavə edirəm və daha sonra baxın, ödəniş etmək üçün hal-hazırda yönləndirdi bizi bu səhifəyə və ödəniş etmək üçün burada biz kart nömrəmizi, yəni əlavə edib ödəniş tamamlamalıyıq ki, həmin endirimlər verilsin. Endirimdən verildikdən sonra isə deməli gəlib düşəcək burada kuponlar və təkliflər bölməsinə. Nəzərinizə çatdırım ki, yəni bu qədər. İnanıram ki, hər biriniz üçün faydalı və maraqlı bir video olmuşdur. Belə videoların davamı üçün mütləq abunə olun. Və dəyərli izləyicilərim, daha bir videonun sonuna gəldik, çatdıq. İnanıram ki, hər biriniz üçün faydalı və maraqlı bir video olmuşdur. Aşağıdan hələ də kanalıma abunə deyilsinizsə, bir saniyənizi ayırıb kanalıma abunə olmağı, videonu bəyənməyi və bu haqqda məlumat olmayan dostlarınızla videonun linkini kopyalayıb onlarla da bölüşməyi unutmayın. Özünüzə çox yaxşı baxın. Gələcək videolarda görüşənədək hələlik.